Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə möhtəşəm dadı damağınızda qalacaq, tavaya yapışmadan çıxara biləcəyiniz, üstü qopmadan yeyə biləcəyiniz ləzzətli bir paxlavanın hazırlamasını paylaşmaq istəyirəm. Videoya keçməmişdən öncə, əgər videonu bəyənsəniz, kanalıma dəstək olmaq üçün like düyməsini basa bilərsiniz. Unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə yarım stəkan ilıq südün içərisinə yarım çay qaşığı quru maya əlavə edirəm, yarım çay qaşığı şəkər tozu əlavə edirəm və 1 çay qaşığı un əlavə edirəm. Yaxşı qarışdırıram və 10 dəqiqə ərzində mayanın aktiv olmasını gözləyirəm. Maya aktiv olduqdan sonra yarım kilo unu ələkdən keçirdirəm. Üzərinə 125 qram əridilmiş kərə yağı əlavə edirəm. Üzərindən 2 ədəd xırda yumurta əlavə edirəm. Əgər yumurtalar böyükdürsə, onda 1 yumurta və onun yarısını əlavə etmək lazımdır. Üzərindən aktiv olmuş mayanı əlavə edirəm, yəni südlə qarışımı və 1 xörək qaşığı xama əlavə edirəm və çox yumuşaq və yüngül, kövrək bir xəmir yoğururam. Xamanın əvəzinə qeyd edim ki, 1 xörək qaşığı yağlı qatıq da əlavə edə bilərsiniz. Yəni, əgər yaşadığınız yerdə xama tapmırsınızsa, onda xamanı qatıqla əvəz edə bilərsiniz. Əgər siz fikir verdinizsə, mən yarım kilo undan artıq 1 qram da olsun əlavə un etmədim. Çünki bu xəmir ərzaqlar kifayət edir ki, yarım kilo unla yoğrulsun. Yəni, artıq un vursanız, onda paxlavanın xəmiri daha sərt və qalın olacaqdır. Və xəmiri yoğurduqdan sonra salafan klokun içərisinə keçirdirəm və 2 saat isti bir yerdə xəmirin mayalanmasını gözləyirəm. Xəmir mayalanana qədər mən yağı əridəcəm. Bunun üçün qazana 500 qram kərə yağı əlavə edirəm və tam əriməsini gözləyirəm. Və artıq yavaş-yavaş yağ əriyir. Gördüyünüz kimi yağ artıq rəngini dəyişibdir və tortası da tamamilə üzünə yığılıbdır. Bu da o deməkdir ki, artıq qazanın altını söndürüb yağı soyuduram. İndi isə içliyi hazırlayıram. Bunun üçün içliyi mən qovrulmuş fındıqdan istifadə edəcəm. Yarım kilo fındığı qovururam. Yarısının qabığı çıxıb, yarısı qalıb da heç bir problem yoxdur. Yəni, bu dadına heç bir təsir etməyəcəkdir. Və fındığın tam yarısını pinqvin klokun içərisinə yerləşdirirəm və ət döyənlə yaxşı döyəcəliyirəm. Bunu niyə görə edirəm? Bunu yediyiniz zaman yarısı paxlavanın içərisində içliyin yarısı xırçıltılı olacaq, yarısı isə üyüdülmüş olacaq. Bu isə çox ləzzətli olur paxlavada. Və gördüyünüz kimi fındığın tam yarısını bu cür yarı irili xırdalı saxladım və qalan hissəsini də fındıq üyüdəndən keçirtdim və hər iki fındığı bir-birinə qarışdırdım. İçliyin içərisinə 1 çay qaşığı muskat cövüzü əlavə edirəm və 1 paket vanil əlavə edirəm. Zövqə görə yarım çay qaşığı hil də əlavə edə bilərsiniz. Və yarım kilo üyüdülmüş fındığa yarım kilo şəkər tozu da əlavə edirəm və qarışdırıram yaxşı. Və budur artıq fındıqlı içlik tam şəkildə hazırdır. Bu arada 2 saat keçdi və xəmir çox gözəl şəkildə mayalanıbdır. Bunu videodan da siz görürsünüz ki, xəmir çox gözəl, yumuşaqdır və çox gözəl bir paxlava çıxacaqdır bu xəmirdən. Və mayalanmış xəmiri 12 hissəyə ayırıram. 12 hissənin 2 hissəsi qalan 10 hissəyə baxmış böyük olmalıdır və 10 kündə hamısı eyni bərabər ölçüdə olmalıdır. 2 böyük hissə isə paxlavanın alt və üst təbəqəsinə nəzərdə tutulur. Və kündələrin üzərini salafan klokla bağlayıram ki, qurumasın və elə həmin andaca böyük kündə ilə başlayıram paxlavanın ən alt hissəsini açmağa. Bu, o 2 dənə böyük ayırdığım kündələrdən biridir. Və biraz unlayıb açıram xəmiri. Xəmiri açdıqdan sonra hazırlayacağım soba listinin ən alt hissəsini ərimiş kərə yağla yağlayıram. Bunun üçün edirəm ki, paxlava sonda bişdiyi zaman çıxartdıqda yapışmasın və paxlavanın altı yaxşı çıxarıla bilsin. Açdığım kündəni, iri kündəni soba listinin ən alt hissəsinə yerləşdirirəm. Üzərindən 2 xörək qaşığı ərinmiş yağdan əlavə edirəm və yenidən
balaca kündələrdən birini açıb həmin yəni yağlanmış xəmirin üzərindən yerləşdirirəm. Yəni o hissəyə içlik vurmuram. Əgər xəmirin üzərində qabarcıqlar görürsünüzsə, onu mütləq bıçaqla çıxardın ki, xəmir şişməsin. İkinci qat xəmiri də yağladıqdan sonra 160 qram içlikdən əlavə edirəm və hər tərəfinə yayıram. Hər qata 160 qram içlik əlavə edirəm və eyni qayda ilə bütün kündələri yağlayıb içlik əlavə edib 11-ci qata qədər yığıram. 11-ci kündəni açdıqdan sonra üzərinə içlik əlavə olunmur. Sadəcə yağlanılır bu cür gördüyünüz kimi və 12-ci ən axırıncı kündəni də açıb yerləşdirirəm və 12-ci kündəni çox səliqəli şəkildə vurmalısınız ki, kəsim daha səliqəli və gözəl görünsün. Və soba listini biraz yan çevirərək gördüyünüz şəkildə hamısını eyni bərabər ölçüdə kəsirəm. Kəsimlər arasında fərq xəttkeşlə də edə bilərsiniz və yaxud da 2 barmağınızı qoyub xəmirin üzərinə 2 barmaq qalınlığında kəsə bilərsiniz. Sonra soba listini biraz da kənara əyərək əks istiqamətdə paxlava görüntüsü verərək kəsirəm. Paxlavanın üzərini rəngləmək üçün isə 3 ədəd yumurtanın sarısından, yarım çay qaşığı sarı kökdən, 1 xörək qaşığı duru yağdan istifadə edirəm. Bir qaba əlavə edirəm ərzaqları və yaxşı qarışdırıb paxlavanın üzərinə çəkirəm. Yumurtanın hamısını paxlavanın üzərinə eyni bərabərlikdə hər tərəfinə, yəni ağ xəmir görünməyənə qədər çəkmək lazımdır. Yumurtanı çəkdik və paxlavanın üzərinin qapaqları, yəni belə deyim də, bişdikdən sonra açılmasını, qopmasını istəmirsinizsə, mütləq yumurtanı çəkdikdən sonra yarım saat kənarda saxlamaq lazımdır. %125 qram su əlavə edirəm və qoyuram qaynamağa. Bir dilim də qalın limon kəsib atıram şərbətə ki, şərbət xarlamasın. Şərbət qaynara düşdükdən sonra 3-4 dəqiqə şərbəti qaynadıram və qazanın altını söndürürəm. Artıq şərbət hazırdır və şərbətin içərisindəki limon dilimini götürdüm və şərbətə 1 xörək qaşığı bal əlavə etdim. Bal ona görə əlavə olunur ki, şərbət daha şəffaf olsun və paxlavanın üzəri güzgü kimi olsun, şəffaf olsun, parıltılı olsun. Mən evdə öz hazırladığım baldan əlavə etdim. Siz istədiyiniz baldan istifadə edə bilərsiniz. Bu arada yarım saat keçdi və mən artıq paxlavanın üzərinin ləpələrini yerləşdirirəm. Mən qozdan istifadə etdim. Bu da sırf paxlavanın görüntüsü daha gözəl olsun deyə. Amma fındıqla da, badam püstə ilə də edə bilərsiniz. Və paxlava hazırdır. Mən əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada üzəri biraz xəfif qızarana qədər bişirəcəm. Və mənim sobamda 25 dəqiqəyə artıq üzəri gördüyünüz kimi biraz qızardı və mən sobadan çıxartdım. Kəsimlərin üzərindən yenidən gedirəm ki, yağını əlavə etdiyim zaman yağ paxlavanın bütün qatlarına yeriyə bilsin, yəni dibinə qədər çökə bilsin. Və əvvəlcədən əritdiyim yağın qalan hissəsini də paxlavanın üzərindən, yəni hər tərəfindən keçirdirəm. Və sobaya yerləşdirirəm. Sobanın dərəcəsini də 150 dərəcəyə endirirəm və 150 dərəcədə üzəri qızarana qədər bişirirəm. Və budur artıq 40 dəqiqəyə mənim sobamda 150 dərəcədə paxlava tam bişdi, üzəri tam qızardı və isti paxlavaya soyuq şərbəti əlavə edirəm. Çox xanımlar isti paxlavaya isti şərbət əlavə edirlər, amma bu tam yanlışdır. İsti paxlavaya sobadan çıxaran kimi soyuq şərbət əlavə etmək lazımdır. Və mən şərbəti əlavə edirəm və yenidən sobaya, sönmüş isti sobaya paxlavanı yerləşdirirəm və 2 dəqiqə həmin sobada saxlayıram ki, şərbət tam canına çəkilsin paxlavanın və paxlavanın altı yaxşı çıxsın, yapışmadan çıxsın. Yəni çox xanımların ən yaralı yeri odur ki, paxlava yapışır. Bunun da ən özəl tərəflərindən biri paxlavanın xəmiridir. İkincisi tərəfi isə şərbəti əlavə etdikdən sonra sobaya qoysanız 2 dəqiqəlik. Onda paxlavanın altı rahat şəkildə çıxacaqdır. Amma soba mütləq sönlü olmalıdır, amma isti olmalıdır. 2 dəqiqə kifayət edəcəkdir ki, şərbəti tam paxlava canına çəksin.
Artıq 2 dəqiqədə sobada qaldı. Paxlava və şərbət tam canına çəkildi. Qoyuram paxlavanı soymağa. Soyduqdan sonra kəsib içərisini də göstərəcəm. Paxlava artıq soydu. Artıq kəsə bilərik soyduqdan sonra. Paxlavanı çıxartdığınız zaman əgər paxlava yapışmırsa, deməli paxlava ideal şəkildə bişibdir. Yəni xəmiri də gözəldir, yağı da, şərbəti də. Gördüyünüz kimi paxlavaların altı da çox gözəl bişibdir. Tavaya yapışmayıbdır. Rəngi də öz yerindədir. Bu da o deməkdir ki, xəmir çox gözəl şəkildə hazırlanıbdır. Mən mütləq şəkildə sizə tövsiyə edirəm ki, bu xəmirlə bir dəfə də olsa paxlava hazırlayın. İnanın ki, peşman olmayacaqsınız. İllərdir mən bu reseptlə paxlava hazırlayıram. Heç bir zaman da məyus olmamışam. İnşallah siz də olmarsınız. Nə üzərinin qapaqları açılır, Nə altı yapışıbdı və